Özü bilir, sənə göstərsin, sən inkişaf eləyəsən. Çətinliyə salır ki, arxasında əvəz versin. Hər bir çətinliyin arxasında bir nə qədər hədiyyə gizlədib. O çətinliyi sadəcə aşırsan, dalıca o mükafatların qapısı açılır sənin üçün. Həyat budur. Həyatdırsa sıxıntısı olacaq. Mən bu barədə Ramazan ayında çox danışmışam. Deyir, inşallah ki, heç bir pis gün görməyəsən, inşallah 1000 il yaşayasan, dualarımız budur birinin ad günündə. İnşallah ki, heç bir problemin olmasın, bütün arzularına çatasan, alladırsan sən onu, yalan deyirsən, o heç bütün arzularına mümkün deyil çatsın. Mümkün deyil. Dünyada bir dənə də adam tapılsın ki, bütün arzularına çatsın. Deyilən ki, inşallah problemlər qabağıma çıxacaq, inşallah o problemləri həll eləyəsən, o problemlər səni məyus eləməsin, inşallah, inşallah olacaq da, inşallah, yəni Allah istəsə, Allah da istəyib, elan da eləyib bizə. Quranında da bizə deyib ki, ləqəd xələqnəl insanə fi